Space xəbərə baxırsınız. Azərbaycanda sənaye zonaları qeyri-neft sektorunun inkişafı və regionlarda biznesin genişlənməsi baxımından mühüm rol oynayır. Bu zonalarda fəaliyyət göstərən sahibkarlar üçün vergi, gömrük və infrastruktur sayəsində müxtəlif güzəştlər tətbiq edilir. Bəs bu üstünlüklər investorlara hansı imkanlar yaradır? Yer Sumqayıt Sənaye Parkıdır. Bura ölkədə qeyri-neft sektorunun inkişafına verilən dəstəyin əsas mərkəzlərindən biridir. Burada rezidentlər üçün tətbiq olunan vergi, gömrük və infrastruktur güzəştləri investisiya xərclərini azaldır, yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə şərait yaradır. İqtisadi zonaların İnkişaf Agentliyinin idarə etdiyi sənaye parklarında sahibkarlar üçün tətbiq olunan geniş təşviq mexanizmləri, o cümlədən vergi, gömrük və infrastruktur sayəsində müxtəlif güzəştlər sayəsində sənaye zonalarının investorlar üçün rəqabət qabiliyyətli biznes platformasına çevrilməsinə böyük təkan verib. İlk növbədə rezidentlər dövlət vəsaiti hesabına yaradılmış hazır infrastrukturla təmin olunurlar. Buraya qaz, elektrik enerjisi, su, kanalizasiya sistemləri, daxili avtomobil və dəmir yolları, həmçinin müasir rabitə və kommunikasiya xətləri daxildir. Bundan başqa rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən azad olunurlar. Həmçinin istehsal məqsədi ilə idxal olunan texnika və avadanlıqlar ƏDV və gömrük rüsumlarından azad edilir. Təşviq mexanizmlərinin səmərəliliyi statistik göstəricilərdə də öz əksini tapır. Belə ki, sənaye parklarının rezidentləri bugünədək 567 milyon manat vəsaitə qənaət ediblər. Yalnız 2025-ci ildə vergi və gömrük güzəştləri hesabına sahibkarların etdiyi qənaətin həcmi 42 milyon manatdan artıq olub. Mütəxəssislərin fikrincə, sənaye zonalarında tətbiq olunan güzəştlər qeyri-neft sektorunun inkişafına və ixrac yönümlü istehsalın genişlənməsinə mühüm töhfə verir. Vacib məqamlardan biri sənaye zonalarının həm də işğaldan azad olmuş ərazilərimizdə fəaliyyət göstərməsidir. Ağdamda, Birinizdə Cəbrayıl şəhərində artıq sənaye zonaları, sənaye parkları istifadəyə verilir. Hətta Qarabağ praktik olaraq məhz bu mexanizmin əsasında ixrac həyata keçirir və biz Qarabağ və Şərqi Zəngəzurun artıq ixrac potensialı formalaşması və qeyri-neft qaz sektorunun çalışan sahibkarlar tərəfindən məhz bu ixracın həyata keçirilməsini müşahidə edilir. O baxımdan sənaye zonaları Azərbaycanda qeyri-neft qaz sektorunun inkişafına xüsusi təkan verir. Nəticə etibarilə dövlət sözgedən mexanizm vasitəsilə qeyri-neft qaz sektorunun çalışan sahibkarları daha yaxından dəstəkləyir və nəticədə biz ümumi daxili məhsulda qeyri-neft sektorunun payının artmasını müşahidə edirik ki, artıq 70% qeyri-neft sektorunun ÜDM-də payı. Eyni zamanda fiskal gəlirlərimizdə də qeyri-neft sektorunun payı artır ki, 2026-cı ildə bu rəqəmin 56%-ə yaxın olacağı gözlənilir. Təbii ki, həm iqtisadi, həm fiskal diversifikasiyanın baş verməsi qeyri-neft sektorunun ixrac imkanlarının artması anlamına gəlir. Sənaye zonalarında yaradılan əlverişli şərait ölkənin iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft ixracının artırılması və yeni iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu isə Azərbaycanın regional istehsal və ixrac mərkəzi kimi mövqeyinin daha da güclənməsinə xidmət edir. Günəş Rızay və Məhəmməd Həsanzadə, Space xəbər.